İmam Hüseynin şüarlarına baxın, bir dənə ərəbə aid şüar yoxdur orada. İmam Hüseynin sözləri insanlığa aiddir, bəşəriyyətə. İslahat hərəkatıdır, qlobal, ümumdünya. 21-ci əsrdə hələ bəşəriyyət deyir, mənim haqqım, deyirlər bu mütərəqqi fikirdir. Adam haqqını qoruyur, haqqını tələb edir. İmam Hüseyin əleyhissalam onu da ötüb 21-ci əsrdə hələ bəşəriyyət ona gəlməyib. İmam Hüseyin deyib ki, öz haqqın üçün yox, haqqın özü üçün gərək çalışasan, səy eləyəsən. Öz haqqından da haqqa görə keçəsən, bu artıq daha mütərəqqidir. Daha mütərəqqi düşüncədir. Ona görə də hamını birləşdirir. Ərbəyinə gelirsən, xas vurub, xristiyan keşişi gəlir İmam Hüseyni ziyarət eləməyə. Avropadan axışır gəlir. İmam Hüseynin, çünki cəlb eləyir, burada ərəbə aid bir şey yoxdur. Ərəbə aid o qədər müharibələr olub ki, yaddan çıxıb gedib. Yenə də təkrar edirəm, heç kəsi zorla qəlblərə sirayət etdirə bilməzsən, mümkün deyil. Qəlbi titrədə bilirsə, düşün, ay ziyalı, ay aydın fikirli insan, düşün ki, bu hadisənin özəlliyi nədir ki, hələ də qəlbə toxuna bilir və artır daha da. Hələ də deyəndə, bir bihudə söz bu qədər uzanmazdı, bir alimdir. Söz bihudə olsaydı, bu qədər uzanmazdı, onun mümkün deyildi uzatmaq. Hakimiyyət uğrundaydı bu dava deyirsən, hakimiyyət üçün vuruşan körpə süd əmər uşağını qurban verər.